Salam aleykum millət. Bu günləri valideyn olmadığım halda əlifba bayramı üçün olan bəzəməyi mən də gedirəm. Plakat üçün olan 2 ədəd taxtanı mən aparıram. Digər ikisini digər valideynlərdən biri gətirəcək. Burada yarısının, ağzımızda yarısında aparatda şişirdiyimiz şarlar. Sonda bitdi. Artıq qalanları yerə belə sərf elədik şarları. 45 müharibəsi ilə də olsa mənzərəsi alınmadı. Örtünün gümüş tərəfini sərtlədim, amma qızıl tərəfini sərtdilər. Amma fotoğrafçı deyən kimi həm dəqiqə dəyişdilər. Burada əmim arvadın bacısı girilən götürməyə gedirik. Amma sonra əmim arvadı ki, yeməyə qaldılar, mən qalmadım. Keks bişirib videosunu çəkmək var. Bu arada taxtalar da lazım olmadı. Evə gedərkən onları da aparıram. Əlifba bayramı gününə gəlib çatdı. Hazırlaşıb çıxırıq. Saat 3'ə 4'ə qədər bişirib videosunu çəkdiyim kekslər var. Onları da götürürük. Hər yoldan keçəndə salam verdiyim qarışqalar var. Gündən-günə evlərin böyüdürlər. Burada artıq məktəbə çatmışıq. Tədbir başladı. Şəkil və s. yerində həll edirlər. Burada klonun oğlanlar üçün düzəltdiyi avtomat və qızlar üçün düzəltdiyi çiçəklər görürsünüz. Burada sonlara yaxınlaşmışıq və əmim arvadının doğum gününə gəlib çatdıq. Bu sonuncu gündür. Keçən dəfə gəlib videosunu çəkdiyim yerdir. Yenidən gəldik əmim arvadın adı günü üçün. Burada bir gəlinimizin tortu və digər gəlinimizin tortu görürsünüz. İkisi də çox dadlı idi. Burada əslində aşağı düşüb biraz gəzmək istədim, şəkil video çəkmək istədim, amma sonra ondan çıxa bilmərəm deyənə düşmədim, qaldı. Başqa bir vaxt inşallah onu da edərəm. Belə bir yerə gəlib simovar çaysız da olmazdı. Simovar çayımızı süzürük. Gül çeşidlərindən bol idi. Hər formada güllər mövcuddur. Uşaqların oyun alanında su fontanı, heyvan figurları və oyuncaq satan yer vardı. Buna görə uşaqlarınızla gəlirsinizsə, məncə cibi dolu gəlsəz daha yaxşı olar. Belə sürüşkənlər, yerləncəklər. Bunların olması üçün belə yerlər və yerləncəklər vardı. Oppanan səhv salmıramsa 1 manat idi. İşıqlı besetkaların yanında belə qeyri-adi işığı olan besetkalar da var idi. Və giriş və çıxış yeri də belədir. Girdikdə ışıqlar yanılı olmasa da, çıxış vaxtı açıq olur, videoda qəşəng düşməsə də, gecə vaxtı ışıqlarla çox gözəl görsənir. Və artıq evə getmə vaxtı gəldi. Burada Məstanın yeməyini verdim. Gələndən sonra Məstan da çıxıb Bəkçəbərdə dincəlməyi seçdi. Biraz qalandan sonra gedib yatdı əlbəttə. Dığınız üçün təşəkkürlər. Abunə olmağı, bəyənməyi, rəy bildirməyi unutmayın. Sağ olun.